Salam olsun hər kəsə. Biz hazırlaşdıq, evdən çıxdıq, getdik Sədərəyə. Qaynanam ad günümə zal üçün xalça alırdı. Öz mamam isə pul verdi ki, elə sən də ad gün fonda mənim adımdan pərdə al. Çünki zala mən cehiz olaraq nə pərdə, nə xalça gətirməmişdim. Qaynanamınkilər təzə idi ona görə. İndi bəyənmədiyim üçün istədim dəyişim. Gəldik birinci xalça yerinə. Burada xalçalara baxdıq, amma bəyəndiyimiz xalça burada tapmadıq. Yəni neçə dənəsini açdılar. Prosta istədiyimiz, ürəyimizcə olan, zalımıza yaraşan qəşəng xalça burada yox idi. Neçə dənəsinə baxdıq və istəmədik. Buradan çıxdıq, başqa bir mağazaya getdik və bu xalçanı tapdıq, bəyəndik. Çox gözəl, çox qəşəng. Mamam da bəyəndi, qaynanam da bəyəndi, mən də bəyəndim. Çəkib mamama da attım şəklini, dedi çox qəşəngdir. Qaynanamla razılaşdıq, elə bunu alaq. Metrəsi eni 2 metr, uzunu 4 metr, 2 rəng verir. Sonu 250 manata verdi. Çox qəşəng xalçaydı. Sonra isə Kaldora da qaynanam bir dənə xalça aldı. Uzunu 4 metr, eni 1 metr. Onun da metrəsinin 25 manatdan, baxın budur metrəsi 25 manatdan verdi. 4 metrəsinə 100 manat. Kim istəsə getsə bura endirimlər eləyəcək. Çox qəşəng yer idi, qəşəng xalçaları var idi. Siz də istəsəz gəlib ala bilərsiniz. Və çıxdıq, getdik pərdələrə baxmağa, çatdıq pərdəyə. Bir dənə qəşəng, bu tülü bəyəndim, çox xoşum gəldi, təmiz katan, üstündən özündən naxışları var idi. Metrəsinin 25 manata deyirdi, səhv eləmirəmsə. Bu tülü seçdim. Üstündən isə beləsinə tünd qol və o qolun üstündən bir dənə də açıq rəng qol. Çünki mən istədiyim model tam başqa bir modeldir. İndi hazır olanda sizə çəkib paylaşacağım, baxarsınız. Və belə bir üstündən aksesuar aldım, cütü 50 manata. Çox qəşəng aksesuar idi. Tam mən istədiyim şəkildəki aksesuardan idi. Yəni dedim mütləq onu götürməliyəm. Opşu pərdələrimizin qiyməti elədi 480 manat. 500 neçə manat eləyirdi. 480-də razılaşdıq. Yəni pulun verdik. Sabahlarım gətirəcəklər. Hazırını çəkəcəm siz üçün. Və gəldik qab-qaşıq yerinə. Mamam öz evinə, yəni umvanikin yanına qoymağa şampun qabı istəyirdi. Onu aldım onun üçün. Bu qabları çox bəyəndik. Bunu 8 manata deyirdi. Bir dənə belə, bir dənə də tək bunu götürdük 5 manata. Xoşumuz gəldi. Evdə qaynanamla yəni xoşlayırıq belə qablarda iş görmək. Və evdə çıxdıq, yollanırıq evimizə.